Allah Resulü Muhammed s.a.v. soruşurlar, ya Resulallah, hansı insan xeyirli insandır? Allah Nəbisi Muhammed sallallahu aleyhi ve sellem deyir ki, ömrü uzun olub, əməlləri gözəl olar. Uzun ömür yaşayıb, bu uzun ömürdə yaxşı işlər görüb. Ya Resulallah, bəs pis insan kimdir, şərri? Allah Nəbisi Muhammed s.a.v. deyir ki, ömrü uzundur, amma pis əməllər edib. Yaxşı işlər görməyib. Ölən hər bir kəs peşmançılıq çəkəcək. Ey qardaşlarım, Allah Nəbisi Muhammed s.a.v. buyurur ki, ölən hər bir şəxs qiyamət günü peşmançılıq çəkəcək. Sahabələr deyir, ya Resulallah, nədən peşmançılıq çəkəcəklər? Nə olacaq onların peşman olmana səbəb? Allah Nəbisi Muhammed s.a.v. buyurur ki, yaxşı əməl eləyən insan qiyamət günü daha çox yaxşı işlər görmədiyinə görə peşman olacaq. Daha çox salih əməllər etmədiyinə görə peşman olacaq. Pis əməl sahibi insan isə günahlarından tövbə etmədiklərinə görə peşmançılıq çəkəcəklər. Ona görə yaşamaq, yəni salih əməllərlə olan yaşamaq, bu qəsd olunur. Ramazana çatmaq xoşbəxtçilikdir. Ramazanda salih əməlləri etmək ikinci böyük xoşbəxtçilik. Amma ən əsası bu aydan ən əsas Ramazan buna görə var. Günahlarımız bağışlanmış halda çıxmaq. Allah Subhanahu taala ona görə bizə Ramazanı qoyub ki, yaxud da bizə Zilhiccə ayının ilk 10 günün qoyub ki, yaxud da bizə Ramazanın son 10 günlərin bəzi fəzilətli mövsümlər, aylar, günlər qoyub ki, biz daha çox yaxşı əməllər eləyək və o yaxşı əməllərin mükafatı başqa vaxtlarına daha çox olsun. Bir də bizim günahlarımız daha tez bağışlansın, daha tez əfv olunsun.